Azad gəl bir dənə qardaşım. Bax, qapıdan giriş hissəni çəkir Azad hal-hazırda. Evimiz 2 mərtəbə, monolit və 7 otaqdan ibarət. Görürsünüz navestini, həyətində manqalnisi, yardımcı otaqları, sanitar qovşağı, cürbəcür meyvə ağacları. Əziz izləyicilərimiz, həqiqətən bu bağı almağa tələsin. Yerləşmə yeri Bilgəhdə, taksimatorlu, Albalı deyilən ərazidə. Demək olar qapısı necə asfaltdır. Əsl bağ evi axtaranlar, bax, mən girmişəm bu evin həyətindəyəm. Adama elə əhval-ruhiyyə verir ki, elə bir qəbələdəsən. Həqiqətən havası da, ağaclarımız da köhnə olduğu üçün, yəni neçə illərin üstü ağacımız var, tut ağacımız var, nə bilim, əncir ağacımız var, üzüm. Yəni saymaqla bitməz də, belə deyək. Burada bir dənə Azad, buradan qardaşım, bir dənə ofişi çəkərsən, burada toy eləmək olar, nişan elə, nə bilim. Həqiqətən çox super, əla. Evin də içi tam təmirlidir otaqlarımız. Daxil olaq sizə göstərim. Yəni video uzun olmasın deyə belə çəkirəm. Eyvan bax buradan, bir dənə get qabaqdan göstər qardaşım onu. Çək qardaşım buranı da. Gördünüz, yəni evimizin qarşısında geniş eyvanımız var. Həyətində bax burada göstərirəm sizə, hovuzumuz da var. Filtrli hovuz da izləyicilərimiz. Yəni kombisiz adı evimizin içində otaqlarımız demək olar isti döşəmədir. Daxil olaq evin içinə. Video biraz uzun düşə bilər. Üzürlü sayın, yəni sona kimi izləyin. Yəni sona kimi izləməyən bu videonu çox şey itirər. Girdiniz, dəhlizimiz idi. 2-ci mərtəbəyə qalxan qonaq otağımız sağ tərəfdə yerləşir bizim geniş xanımların ən sevimli otağı, mətbəx otağı. Qardaşım gələ çox çəkmə, otaqları çox çəkməklə ki, yəni bütün mebellərlə danışmaq olar, mebellərini satmaq olar buranı. Burada gördüyünüz kimi bir yataq otağı da keç bura qardaşım. Burada bir dənə qəşəng nüans göstərəcəm sizə. Həqiqətən super bir şeydir. Get qardaş, get. Bax burada bir dənə istirahət otağı. Görürsünüz? Vannamız, Rus hamamı, parnoymuz, əziz izləyicilərimiz. Bir dənə buranı çək, burada bir dənə oturursan, yeməyin, içməyin qarşında, gəl buranı çək. Burada hamam otağımızdır. Bu 1-ci mərtəbədə yerləşən otaqlar, hamam otaqları idi, göstərdim sizə. Qalxaq 2-ci mərtəbəyə. Burada qardırobdur. Bunu da çək, qardaş, qardırobdur bura. Qalxaq 2-ci mərtəbəyə. Evimizdə yoxdur. Bütün kanallar daimidir. Wi-Fi-nə kimi var. Bax, buranı eləyiblər qonaq otağı kimi. Bir dənə Azad buranı çək, get axıraysan buranı. Get qardaşım. Mənzərəni göstər. Azad deyir, mən bu mənzərəni göstərməsəm, ürəyim partlayar. Bəhbəhdir də, həqiqətən. Düz deyirəm, yoxsa yox. Gəl qardaş, çox getmə, gəl bura. Azad deyir, mən mənzərəni göstərəcəm. Yapışıb həyətindən. Bir evin içində otaqlar da çək də qardaş. Split kondisionerləri. Bu ümumi hamam otağı da orada. Çək onu qardaşım. Hamam otağının bir dənə genişliğine bax. Gir qardaş. Duş kabinamız, hər bir şeyimiz var. Gəl qardaş. İsti döşəmədir ya hamam otaqda. 2-ci mərtəbə ümumi istipoldur. Bu bir yataq otağımızdır. Bahalı parketlə üzləndir yataq otağımız. Görürsünüz? Sol tərəfdə otağımızı çək. Bu da bir yataq otağımızdır. Deməli, yuxarı mərtəbədə 5 yataq otağıdır. Hamam otağıdır. Bir dənə qardırobdur. Bu 3-cü yataq otağıdır. Yuxarıda 5 dənə otaqdır. Aşağıda da ki 2 otaq, 6-7 dənə otaq, 8 dənə otaqdan ibarətdir evimiz. Çox böyükdür. Otaqlarını göstər, qardırobumuzdur. Buranı da çək. Start qiymətimiz. Bilgəhdə, taksimatorlu, Albalı deyilən ərazidə 15 sotun içində izləyicilərimiz. 15 sot Kupçalıdır. Start qiymətimiz də, izləyicilərimiz, 290 min manat. 290 min manatdan real alıcı, endirim də olunacaq. Məncə bu bağı, bağ evini almağa tələsin. Çünki bunu biz çəkiliş edib qoyuruq. Bu evi alan udub. Gələn də alacaq bu evi. Bu bağı. Bu bağdan çıxmaq olmur.
Bəli, olmur Azad. Püstə ağacına bax. Bəyənin bir dənə videonu. Səhifəmizə takib atın. Biz yeni videolarla sizin qarşınıza gəlirik. Səhifədə göstərilən nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Sağ olun, bu günə bu qədər.